Salam aleykum. Deməli, bugünkü işimiz bügel işinin tam hazır vəziyyətdə, bügelin fərqlənmə ya da açtalığın tam hazır vəziyyətdə karkaz hissəsi, dişləri, bazı hamısını tam hazır vəziyyətdə işləyib əl dəymədən ancaq printerdə işləmək. Printerdən yəni fərqi yoxdur, katkandan kəsib çıxartmaq, digitalda işləmək. Bugünkü işimiz deməli bizim bunda burada köpək dişindən dişlərimiz var. Bura indi karkaz hissəsi ilə bir yerdə işləməliyik. Dişlər, bazı tam hazır dediyim kimi. Bunun üçün nə edirik deməli? Hansı dişlər ki var, onların işimiz yoxdur. Olmayan dişlərin yerinə kiçik yazıdan malyara, hər iki tərəfdə kiçik yazıdan malyara seçdik iskelet işləmi. Burada bax, ancaq bu 3 üslərdə var. Alt bazis karkaz, üst bazis diş. Bu olanı seçirik. Seçirik hamısını bir yerdə versin deyə bizə. Sinteye versək daha dəqiq olar işimiz. Yəni, açtalı bir katkama versək. Ona görə ki, orada indi axırda videosunu paylaşacağım, orada baxıb bilərsiniz nəyə görə deyirəmsə. Tam dəqiqliyi üçün işin sinter olmalıdır. Yox, hani istəyirsiniz ki, litova verəsiniz, onda üstə baskı ilə mümkün işləyəsiniz. Mütləq aralar birləşdirməli dişləri. Tək mümkün, bu sonra problem çıxır deyə aralar birləşdirilsin. Proyektimizi doldurduq, yaddaşa saldıq, keçirik dizaynımıza. Dizaynla başlayırıq burada. Dizaynla, iskeletdən yox, dizaynla. Dizaynla keçdik. Burada da bizim paralelliyi istəyir. Paralelliyi tuturuq burada. Baxırıq vəziyyətə. İndi burada mən vaxt çox itirməyəcəm paralelliyimizə vaxt getməsin deyə. Burada kölgə yerləri var. Bunu ilə tutmalıyıq. Biz ki, kölgə yeri çox düşməsin. Kölgə yeri çox olan yerə, bu qara yerə çox olanda burada biz 50 verdik, düz vermir. Biz qalan kimi verir. Həmin hissəni sonra silmək mümkündür burada. Sərbəstliğini göstərəcəm orada. Əsas biz paralel tutmalıyıq ki, işlədiyimiz iş orada düzgün otursun. Bizi vaxt aparır bu. Ağır proqramda, ağır işləyir. İrəli verdik, paraleli tutuq, irəli verdik. İndi yaddaşa versin. Bizi vaxt aparacaq. Burada sərbəst var. Sərbəstdə biz əgər ehtiyac olsa silməyə silə bilirik. Bu pürüzsüzləşdirilən. Silinmək mümkündür. Ola ki, məsəl üçün burada çökək olur, doldurmaq lazım olar. Bununla doldurmaq mümkündür. Belə. Bizim buradakı hərəkət ehtiyacımız yoxdur. İrəli. İrəli. Bizə indi verir dişləri. Dişləri burada göstərir. 30-cu dişlərin nahiyəsini verir. 34-37. Pasiyenin sol tərəfinə düşür. Birinci bir dənə nöqtə vurduq, bir dənə vurduq. İkinciyə 2 dənə vururuq. Sonra irəli. Burada dişlərini dəyişmək mümkün. Kitabxana var. İrəli daha rahat dəyişməyi. İrəli verdik. Verdik 44, 47-ci nahiyə. 44, 47, 40-cı nahiyə verdi bizə. Burada yenə həmçinin. Bir dənə vurduq, ikinciyə 2 dənə vurduq. İrəli. Burada zincir modudur. Məndə tam diş antiqanist yoxdur deyə rahat eləyə bilir, amma dişli sənələrdə belə işləmək olmur. Yəni buraya basitə keçmək lazımdır. Göstərəcəm orada. Təxmini bir şey elədim burada. Basitə keçəndən sonra basitdə tək dişləri kontrolla sağa sola eləmək, kontrolla şriftlə uzatmaq olur. Şriftlə tutanda bax, böyüdüb azaltmaq olur. Kontrolla da sağa sola aşağı yuxarı demək mümkündür. Kontrol nəsəni sağa sola edir, aşağı yuxarı düzdə gedir belə. Burada işimizi tamamladıq. İrəli. Burada alt tərəfdən görünən dişlər hansılar uzunu, bunu adaptasiya eləməliyik biz. Adaptasiya eləmək üçün vurduq bu anatomiyada. Vurduq anatomiyayı. Bunlar artıqlarını kəsməlidir burada. Görünən 2 dişlər var. Kəsdi. Sonra keçirik sərbəstə. Sərbəstə keçdik. Pürüzsüzləşdirə keçirik. Çənəni gizlədirik. Alt hissəni
Biz bunu qaldıraq, maşını çoxaldaq bu hissədən. Bunları hamaramaq lazımdır. Tam hazır olandan sonra bazı hissəsində tam oturmaya bilir. Tinlər bucaqlar qalır. Oturmaya bilir, incidir bizi. Onun sonunda biləsiniz vəziyyəti. Video baxanda ki, tam bərkdən də nəyə görə deyirdim bunu. İşimizi tamamladıq irəli. Burada indi bizə verir bazı hissəsini. 30-cu dişlərin bazısını işləməliyik. Haradan ki verir, oradan başlayırıq. Bazı işləməyə. Biz özümüz təxmini bilirik haradan qoymaq lazımdır. Burada xətt düşmür. Xətt ləğv olunur. Əvvəldən çəkəndə də xeyir eləmir. Qalmır orada. Təxmini bilirik ki, buradan gedəcək bizim bazısımız. İkinə vurduq, birləşdirdik. Burada bir şey unutdum mən. Vurandan sonra da belə lazım olsa və əl gəzdirmək mümkündür. O yan bu yan eləmək olur, mümkündür. Baxırıq buradakı indi xətlə bilmək olmur bəzən. Bazisinin hazır olundan sonra baxırıq ki, bazı necə olur, forması görsənir burada. Buradan biraz tənzimləyik. Bir də bu hissədən qalınlıq var. Burada biz qalın 2,5 elədim, qalın olsun. 3 də qoymaq olar, az da qoymaq olar. Dişim çöldə qaldığına görə biraz atırım, 2,7 olsun. Uygula var, uygula. Uyguladıq. Burasının qorxusu yoxdur. İrəlidə bunu düzəltib göstərəcəm. Orada düzəltmək mümkündür. Yaxşıdır, irəli. İrəli verdik. İrəli verdik. Biz indi göstərdik 44-47-ci dişləri. Və yaxud kimi yenə bunu da. Səhətlərimizi keçdik. Burada da yaddan çıxdı. Artırmadım. 2-5 qoyduq. Əl gəzdirik biraz orasına, burasına biz səhətlərinə baxırıq. Bazisimiz necə olsun, hardan olsun. Uygula. İrəli. Burada indi isə burada böyük hissə var. Basisim burada istədiyimiz forma verə bilirik. Bəzi hansı açıq qalıb bağlayırıq. Hissəsi qalınlaşdıra bilirik. Sonra çöl tərəfdən forma verə bilərik burada məsəl üçün. Keçirik bu kiçik hissəyə. Baxırıq buradan arada nə qalıb? Boşluqlar qalıb. Uzatdıq bu hissəni. Uzatdıq bu hissəni veririk. Sonra burada dişlərin üçün forma verə bilərik biraz. Sarı şəkil dediyimiz şey. Uzatdıq. Burada çox vaxt deməyəcəm. Təxmini gedişatı bildiniz. İçəri tərəfini qalınlaşdıraq. Sonra sərbəstə keçib, sərbəstdən hamarlayırıq bunları. Yəni kör-kobud qalmasın deyə. Sonra bu eklə çıxarılan da burasını biraz doldura bilərik. Hansı ki, yaxşı olmayıb. Hamarladıq. Buranın həmçinin hamarladıq. Çox vaxtımda üstünlərimdən vaxt taparım, vaxt getməsinə. Video çox yer tutur. İrəli. Konnektor verir bizə. Konnektorlarda arasını bəkitmək deyik. Bunların özündə indi baxıb burada sərgəli şəkildə düzəltmək mümkündür. Vaxt getməsində yenə bunları tez-tez eləyəcəm. İrəli. Deməli, işi tamamladıq buradan. Tamamlayandan sonra biz keçməliyik iskelet tasarıma.
İrəli verdik buradan. İndi əvvəldən keçsin, biraz vaxt donur deyə, vaxt çox aparır deyə əvvəldən keçsin, videonu saxlayıb. Keçdik, birbaşa bura keçir, başqa yerə keçmir. Heç əlavə etsin eləməm burada. Keçdik bura. Burada paralelliyi tuturuq. Baxırıq vəziyyətə. Çox qırmızı düşməməlidir. Paralelliyi tutduq biz. İndi hansı dildə bilmirəm, hər yerdə bir obisin türk dili olar, ingilis dili olar. Bu göstərdiyim hissə zadat yazır rus dilindədirsə. Zadat vurduq, paralelliyi tutduq. Sonra bu da bu hissə, premenit. Biraz vaxt apar, dondurur, çox yorur proqram. Paralelliyi tutduq, buradan yenə irəli gedirik. İrəlidən də əgər hisslər varsa siləsi, irəli varsa siləsi, siləsi yer yoxdursa, yer davam edir. Burada vaxt getməsin deyə heç nə silməyəcəm burada. İrəli verirəm. İrəli. Burada bu göstərdiyim hissədir. Yəni dediyim kimi ingilis dilində ola bilər, türk dilində ola bilər. Bu hissədən, göstərdiyim hissədən girdik bura. Burada dişləri gizlədib, ancaq bacısımız qalsın bizim burada ki, bacısının vəziyyətinə görə karkas işləməliyik. Nəsə, əgər hissimiz varsa düzəlişirik, buradan siləsi irəli var, bunları silməli yesin məsəl üçün. Ki, qarmaq normal tutsun, qalsın orada. Üç silən budur. Bu işin bu hissəsindən qarmaq yeri qoymuşuq ki, saxlasın deyə. Bu qaldırmaq üçündür, bəzi boşluqlarımızı doldurmaq üçündür, bu hamarlamaq üçündür, bu da silmək üçündür. Sildik, irəli. Buradan biz işləməliyik. Karkas hissəsini, ortadan birləşdirən hissəni, bir də bunların ikisini işləmək. Əsas işləmək karkas hissəni. Buradan başlayırıq. Fərqi yoxdur, nasıl başlaya bilərik? Ortadan da başlaya bilərik, karkasdan da başlaya bilərik. Vaxt getməsin deyə özümü tez çəkdim bunları. İşimizi tamamlayandan sonra burada əgər əksik varsa düzəltmək üçün buradan bu hissədən keçdik, burada edit var. Keçdik bu hissəsindən. Karkazı üstdən baxmalıyıq ki, elə olmalıdır ki, bazı hissədən kənara çıxmasın. Burada göstərir, bazısı kölgə şəklində göstərir. Karkasımızı sərgiyə saldıq. Bu hissəni birləşdirim bura. İrəli. Karkazı biz çox vaxtı işimiz sərgiyə çıxsın deyə bu hissədə bu tam silimi, gladki var. Deyim kimi dilin vəziyyətinə görə türk dili, rus dili, ingilis dili ona görə dəyişirik. Bu hissədən keçdik, gladki tam sadə, birbaşa düzdür. Qalınlıq dişin vəziyyətinə görə qoyuruq. Maksimum 1 qoyuruq. Açıqlığı biz qalın qoyuruq, açıqlığı qoyuruq. 1.3, 1.5 işin vəziyyəti, o da yeni işin vəziyyətinə görə. Zazor məsafəsi, alt məsafəsi bu 0.6 qalır. Bəzən biz çox olanda 0.8-yə 1-ə qədər qaldırırıq. Bunları işlədik. Konnektorun işimiz yoxdur. Əsas birinci bunu eləyirik. Buradan konnektor orta hissəsidir. Bu setka hissəsi də buradır. Bu yazılandır.
Onu vurduq. İkisini işləyirik belki. Burada bak pirmenit var bu hissədə. Oxşarasını fikir versək burada. Onu vurduq. Biraz ağır, çox ağır işləyən proqramda adam çox yorur. Məndə elə deyil, Samid elədir. Sonra keçdik, ikinci keçirik biz. Onu ləğv edirik, keçik konnektorumuza. Yuxarı sənədə baxır işin vəziyyəti nasıl olaraq bügeldə qoyuruq 0.8-1 arası və bu qabarcıq hissələri də teksturasında. Teksturada qoyuruq 3-5 arası bügeldə. Açıq halda tekstura çox vaxt qoymuruq. Qalınlıq qoyuruq 1.5, 1.7. Aşağı sənədə də buraya yenə 1.5. Burada həmçinin 1.5, 1.7. Baxın işin vəziyyəti nasıl olur. Bəs məsafə böyük olanda biz qalın qoya bilirik. Pirmenit. Yenə həmçinin burada ikinci düz qoşandan sonra pirmenit edirik. Orta hissəsi yükləndi. Yenə irəli. Bizə inklam irəli göstərir, inklam irəli verir. Haradan ki inklamaya qoyasıyıq. Axırıncı 2 dəfə vurmayaq ki, tamamlasın. İrəli. Klamyeli işin vəziyyətini yeni dəyişir qiymət qalınlıqları. Bügeldə çox elə qoymuruq. 1.5, 1.7 qoyuruq. Açıqlarda bu iş açıqda olacaq deyə. 2.5 qoyuruq. 2.5, 3. Yenə işin vəziyyəti nasıl olaraq? Biz böyük işlər olanda 3 qoyuruq. İçəri tərəfini 3 qoyduq. Ortası. Bu burada bu ortasıdır. Bu baş tərəfi, bu son tərəfidir. Uç tərəfə samarladıq. İncə olsun biraz. Yenə pirmenit. Buranı seçdik yenə. Mən bunu tez edirəm. Qarmağın formasına görə üstündə oynamaq lazımdır. Vaxt demək lazım ki, düzgün olsun yerində. Pirmenit. Videoya görə mən tez işləyirəm. Və sərgəsiz çıxır qalmaqsa. Paraleli dəqiq düzgün tutmamışam. Bir tərəf əli, bir tərəf düzdür. İşimizi tamamladıq irəli. Burada Zapolin infos doldurmağı göstərir. Bu mum hissəni, mumdan dolduruq bu hissəni. Haradakı boşluq var, birləşməyin. Göstərirmi? Qalınlığı qoyuruq burada. 1.2 zat təxminən ki birisini yoğun gəlsin bunlar. Bügeldə biraz nazik delimi var, bir delimi var. Bir onda kəsinə normaldır. Açıqlarda əslində biraz qalın edirik. Bu hissədən lapa atmaq olar. Bügel olsa qarmağı içəridən də atmaq lazım idi əslində. Dayaq qarmaq kimi. Yine işimizi tamamladık irəli. Bizə burada finish xəttini verir. Finish xəttini burada diş xəttini buradan gizlədək.
Bura hamaramaq lazımdır. Belə vəziyyətdə işləyin də sonra əziyyət olur işləmək. İşimiz rahatlığı üçün keçirik bu tərəfdən, ekspertdən keçirik. Ən başdakı bax, bu sağ. Gəldik bura. Redaktör vat vosk var. Bu vosku tənzimləmək. Bu hissədən keçdik. Oxşarısını göstərdiyim yerdə. Keçik hamarlayana. Boşun üstü qaldırdıq. Təsirini qaldırdıq. Bunu dilədik 5. Buradan hamarlayırıq. Bu hissədən, bu hissədən, gördüyünüz hissədən modeli itirə bilirik. Modeli itirək. Rahat işimizi görək burada. Haranki doldurasıyıq, haranki boşluqlar, ərizə eksiği var. Burada işimizi tamamlayırıq. Bir dənə qalır bizim finish xəttimizi. Finish xətti odur ki, karkazla bazisin ayrılan hissəsi. Bunu buradan hamarlayırıq təmiz. Bu hissələri hamarladıq, incəltdik biraz. Çox qalın qalmasın. Arxadakı lapaz bir kobud çıxmışdı. Onu da burada biraz hamarlayıb sərgiyə salırıq. Sonra burada deşiklər açaq ki, altından üst karkaz birisine bağlansın deyə. Təzim qayıtdıq bu hissəsindən aşağıdan, buradan vurduq ki, qayıtsın finish xəttimizə. Finish xəttimizə qayıtsın. Diş ətimizi qaytaraq yerinə. Diş ətini qaytarıq ki, burada finish xəttinə də qoyacağımızı görək burada. Yəni, sonra tənzimləmə olmur deyə finish xəttini qoyma. Əvvəldən biz basis ilə işləməliyik ki, finish xəttini qoyanda orada iz ara qalmasın. Biz bunun tələm təsirini işlədik. Diş ətimizi qaldıraq, çoxaldaq. Şərtimiz belə. Bu qədər. Doladıq. Təəssüf ki, sonradan işləyəndən sonra diş ətini qaldırmaq olmur da burada. Bəzi yerlərdə burada baxsaz boşluq var. İndi əvvəldən mən tələm tələsi elədim bunu. Əvvəldən biraz qalan eləmək lazımdır ki, sonra yolmaq mümkündür. Yolunu çıxartmaq olur da. Neyse, burada çox vaxt verməyim. Belə bir şey oldu təxminən. Sonra yolmaq mümkündür orası. İrəli verdik. Dişləri qaytarsın, yeni qoysun. İrəli verdik, deməli, yenə biz gəldik bu hissəsindən doldurmaz. Finish xəttinin sol tərəfi biraz sərgəsiz qaldığına görə buranı biraz doldurmaq lazımdır. Burada bir alca çox oldu, biraz qısaldaq bunu. Qoyduq uçaya. Bu hissələri doldurub sərgiyə salıb. Əsas bu hissəni biraz qalınlaşdırmaq lazım ki, bunun keçid ilişməsin də, pasiyenin dilini narahat eləməsin. Hamar keçsin. Buna hamarlayıb bir alıcı sərgiyə saldıq.
Bu qədər. Güzel. Sonra da it modeli etməyib əvvəlki modeli itirib sərgi sarğı orasını burasına yeni baxırıq da. Tam yaxşı ondan sonra irəli verdik. Burada işimiz yoxdur, tamamladıq. Ancaq irəli. Tamam. Bundan sonra yaddaşa veririk. Deməli işimiz hazırdır. İndi təxmini səliqəsiz də olsa, o belə bir şeydir.